Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve sallallahu ala Muhammedin ve alihi tahirin. Salam ərz edirik. Bu 13-cü dərs təcvid dərsindəndir. Geçən 2 dərsi də bunu öyrəşdik ki, ərəblər bəzi hərfləri nə cür deyirlər ki, biz Azəri dildə olan bizlərin dediklərindən fərq edir. Bu 3-cü dərsidir. Qalan hərflər ki, fərq edir ərəblər dedikləri ilə Azəri dediklər, bunları bugün öyrəşəcəyik bu dərsidə. Bu dərsdə neçə hərfi öyrəşəcəyik? Əvvəldə diqqət edəcəyik sin hərfinə. Sin. Ərəblər sini eynən biz Azərilər kimi deyərlər. Diqqət eləsək burada, dilin ucu gəlir aşağı dişlərin yoxunlaşır aşağı dişlərə, dil. Aşağı diş olsa bu, dil gəlir yoxunlaşır aşağı dişlərə. Dilin dib tərəfi də aşağılıqdır. S. Diqqət eləsək bu da, bu təsvirdə də müşəxxəsdir. Amma o hərfi ki, fərq eləyir ərəb ilə Azəri dildə saddır, sadı. Diqqət eləsək, sin ilə bir fərqi var. Dilin ucu, bu dil olsa bu diş, sində gəlir, dilin ucu gəlir aşağı dişlərin yoxunluğuna, amma sadda dilin ucu gedir aşağı tərəfə. Dibi də dilin qarxır üstə. Ağzın üst tərəfinə yoxunlaşır, sadır. Bu təsvirdə də ki, görürsünüz, müşəxxəsdir. Görürük ki, dilin ucu gedib aşağı dişlərin dib tərəfinə, dilin vəsət tərəfi, dib tərəfi qalxıbdır üstə, hərf yekə tələffüz olur. Deyik, sin, s. Bu sindir. Amma sadə ərəblər biz deyirlər, samədir, sadı, sadı. Eyni sinin tayıdır, amma dilin dibi ki, qarxır üstə, hərf yekə tələffüz olur. Məsələn, baxaq, sad, saməd. Eynən elə bir ki, deyirsən saməd, səməddir. Amma sad ki, yekə oxunur, fəthə də aya, əlifə bənziyir. Saməd. Qul huvəllahu əhəd, Allahu samad, as-siyam, sad, samad, as-siyam. Bəs o hərfi ki, öyrəşdik, sad idi. Çox rahatdır, oxumaqlığı çətin deyir. Büllük ərəblər nə cür oxuyurlar. O birisi hərfi ki, istəyirik deyək, lam ilə bənziyir lam hərfinə. Amma əvvəldə gəl lamı görək nə cür oxunur. Ərəblər lamı deyəndə biz Azərilər kimi deyərlər. Lam, l. Dil gedər, bu dil olsa, dil gedər ağzın üstünə yapışar. Damaq tərəfi yapışar. L. Dil yapışır üst damağa. L. Amma o hərfi ki, lama bənziyir, zaddır, vadı. Ərəblər zadı fərq eləyir biz Azərilər dilincə demirlər. Zadı eyni lam deyirlər. Amma lamda dil yapışır, bütün yapışır ağzın üst tərəfinə, l yapışır üstə, l.
Zatda aman yapışır üstə, aman dil çəkilir ya sağ tərəfə, ya sol tərəfə. Və hava dil ilə üst acı dişlərinin, yekə dişlərinin vəsətindən rədd olur, geçir. Oyda səs düzəlir. Diqqət eləsə, dil ilə ya sağ tərəfdən, ya sol tərəfdən dişləri, üst dişlərin vəsətində bir fasilə olur. Vad, l, v, vad, v. Bəs lama bənzəyir, amma dil çəkilir ya sağ tərəfə, ya sol tərəfə. Hava dil ilə üst qıraqdakı dişlərin vəsətindən rədd olur, geçir və səs oyda düzəlir. Vad, vad, vad. Dilin dibi də ki, dəyir üstə, üst tərəfliyə gedir. Yenə bais olur ki, bu hərf yekə oxunsun. Vad, vad. Vələllallin, vələllallin. Ziyafə, ziyafə. Bu da üçüncü hərfi idi, öyrəşdik. Bu üçüncü hərfi də gördük ki, nə? Rahatdır. Deyərlər ki, ən çətin hərf ki, ərəblər deyərlər, bu zad hərfidir. Amma gördük ki, çox da çətin deyir, lama bənzəyir. Fəqət dil çəkilir bir tərəfə və hava dil ilə kənardakı, qıraqdakı dişlərin vəsətindən geçir və səs tolid olur. O birisi hərfi ki, istəyirik, öyrəşək, çox rahatdır. Ayn. Biz ayni azərilər həmziyə əlifətay oxuyarıq. Vəl ərəblər boğazlarında gətirirlər ayn, ali, ali, ayn, ayn. Salarlar boğazlarına. Bu da çox eşitmişik ərəblərdən və bunun tələffüz eləməyə də bizlərə çətin deyil. Fəqət boğazımıza salacağıq. Ayn, 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 ayn. Məsələn, Ali, Ali, Alim, 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 Muallim, Muallim. O birisi hərf ki, yenə rahatdır, çətin deyir, vavdır. Vavı biz azərilər istəyək deyə, üst dişlərimiz dəyər aşağı dudağımıza. Vav, vav, v, v, v. Üst dişlərimiz dəyər aşağıdakı dudağımıza. Amma ərəblər vavı deyəndə bu cür deməzlər. Dudaqları gələr qabaqlıq, yığışar qabaqda bir yerə, va, va. Dudaqlar gələr qabaqlıq, yığışar bir yerə, va, va, va. Bu da çox rahatdır. Həm İngilisi dildə bu vardı, həm ərəbi dildə vav vardı. Va. Məsələn, vahid, 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 vahid. Dudaqlar qabağa yığışır, gəlir qabağa və hərf əda olunur. Üst dudaq aşağı dişə dəymir. Üst diş aşağı dudağa dəymir. Bəlkə dudaqlar gəlirlər qabaqlıq, uğunç olurlar, yığışırlar, bu hərf əda olunur. Vahid, vahid, avvab, avvab. Bu 4 dənə hərf idi. Gördük ki, neçə az dəqiqənin içində nə rahat öyrəşə bildik. İndi Həmd surəsini bu həmlikdə oxuyaq. Qutuldu o hərfləri ki, fərq eləyirlər ərəbləri ilə avazəlilərin dilində. Tamam hərflər deyildi, biz gələk ərəblər kimi hərfləri əda eləyə bilək. Həmd surəsi Fatihətul Kitab çox əhəmiyyətli surədir və Peyğəmbərimiz buyurur ki, heç namaz həmdsiz surə ilə qəbul olunmaz.
bu əhəmiyyətli surəni diqqət ilə oxuyaq. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Halara diqqət eləyək. Ha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ayn. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Maliki yevmiddin. İyyâke demir. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas-sıratal mustaqim. Sırat. İhdinas-sıratal mustaqim. Sıratallezîne Sıratallezîne en'amte aleyhim. Sıratallezîne en'amte aleyhim. Gayril mağzubi aleyhim velezzallin. Dikkat eləyək vava. Velezzallin. Sadaqallahul aliyyul azim. Görürük ki, hərfləri ərəblər kimi oxumaqlığı ilə Qur'an tərtil eləyirik, Qur'anı oxuyuruq. Nə qədər qəşəngtər olur, nə qədər gözəl tər çıxır və ərəblər ləhninə yoxun olur. Allahdan istəyirik ki, günbə-gün bizi Qur'anın üzün oxumaqlığa müvəffəq eləyə və Qur'anın hidayətindən və məarifindən istifadə eləməkliyə Allah bizə tövfiq verə. Hədiyyə göndərə Peyğəmbər